Bizim illərdən bəri həqiqətimizi, ədalətimizi görmək istəməyən, görməzlikdən gələn hətta ölkələrin hərbi mütəxəssisləri, hərbi jurnalistlərinin dilindən belə bu etiraf səsləndi ki, Azərbaycan, xüsusi qeyd edirəm, həmin günə qədər heç bir dünya müharibəsində və dünyanın həyata keçirdiyi müharibələrdə, hərb tarixində belə deyək, mövcud olmayan, istifadə eləməyən hərb strategiyası və texnologiyasından, texnikasından istifadə edib və durmadan irəliyə gedib. Həqiqətən də 44 günün ərzində 32 illik bir acını, bir yaranı bağlaya bilmək, hər axşam demək olar ki, televiziya qarşısında pərçimlənirik televiziyanın ekranlarına və hər axşam ölkə rəhbərinin, ali baş komandanın dilindən 30 il tapdaq altında qalan bir şəhərimizin, bir kəndimizin, bir qəsəbəmizin sən artıq azadsan nidaları ilə dünyaya xitab etməsi cənab prezidentin, əlbəttə ki, bu həqiqətən də bəlkə sözün əsl mənasında mümkünsüzün mümkün olması idi.